Salam dostlar, hər vaxtınız xeyir. Bu günləri yeni bir bölməyə başlayırıq, həqiqətlər bölməsinə. Həqiqətlər bölməsinin ilk hissəsi olan rasional ədədlər üzərində əməllər mövzusunun test izahına baxacağıq. Çalışdığım qədər hər bir sualın içində rasional ədədlər mövzusu, rasional ədədlər üzərində əməllər mövzusunu izah etməyə çalışacağım. Hər bir sualı xırdalığına qədər izah edəcəm. Hər birinizə indidən xoş izləmələr və xoş dinləmələr. Başlayaq birinci sualdan. 3,7 ədədinə uyğun olan nöqtə ədəd oxunda hansı nöqtələr arasında yerləşər? Baxın, 3,7. Bizim tam hissəmiz 3-dür. Kəsr hissəmiz isə 0,7-dir. Tam hissə 3-dürsə, deməli bu ədəd 3 ilə 4-ün arasında yerləşir. Təqribi bu hissələrdə. Yəni C və D nöqtələr arasında. D variantı. İkinci sual. 4,6 ədədinə uyğun olan nöqtə ədəd oxunda hansı nöqtələr arasında yerləşir? 4 və 5-in arasında yerləşir. Yəni D və Y-nin arasında E variantı. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Dostlar, yadınızda saxlayırsınız ki, qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərdir. A variantını yoxlayaq. 1,8-də 1-i vuraq 6-da 8-ə. 1,8-də 1-i çevirsəm 8-dən 9 vurulsun 6-da 8. İxtisar getsə, 3-ə ixtisar getsələr 2, 3, 3 bölünsün 2, 1,5. Bu mənə 1-i vermir, fərqlidir 1-dən. Bu A variantı idi. İndi isə B variantını yoxlayırıq. 3-də 5 vurulsun 5-də 6. Baxın, 5-lər ixtisar getdi, 6-nı 3-ə böləndə 2. Bu da fərqlidir 1-dən. C variantını yoxlayıram. 8-də 7 vurulsun 1,7-də 1. 1,7-də 1-i çevirirəm. 7-də 1, 7-nin 7 üzərinə 1 gəldində 8. Baxın, 7-lər ixtisar getdi, 8-lər ixtisar getdi 1. 1 bərabərdir 1 şərti ödəndiyinə görə 8-də 7 və 1,7-də 1 ədədləri qarşılıqlı tərs ədədlərdir. Dördüncü sual. Mənfi 7,8-də 2 ədədi ədəd oxunda hansı iki qonşu tam ədəd arasında yerləşir? Mənfi 7 tamdan başlayır. Deməli, birinci hissəmiz, tam hissəmiz və o mənfi 7 ilə mənfi 8-in arasında yerləşir. Sual ola bilər ki, ay müəllim, mənfi 7 ilə mənfi 6-ın arasında niyə yerləşmir? Biz bilirik ki, ədəd oxu üzərində 0 və 0-dan sağ tərəf müsbət ədədlərdir, sol tərəf isə mənfi ədədlərdir. Baxın, mənfi 1, indi burada mənfi 7-də qoy, mən mənfi 6, mənfi 7 bu formada yazıram və mənfi 8. Baxın, mənfi 7 tam, axı ədədlər sol tərəfə doğru meyllənir, düzdürmü? Məsələn, mənfi 7,1, mənfi 7,2 artıq bu tərəfə gedəcək. Yəni, sol tərəfə doğru gedir. Ona görə də mənfi 7,82 təqribən burada yerləşir. Yəni, mənfi 7 ilə mənfi 8-in arasında. 5-ci sual. 5-də 2-nin tərsi olan ədədi göstərin. Tərsi 1 bölünsün deməkdir. Məsələn, 5-ci sual. A-nın tərsi 1 bölünsün A-dır. Yəni, 5-də 2-nin də tərsi 1 bölünsün 5-də 2-dir. Bu da 2-də 5 deməkdir. 5-i də 2-yə böləndə 2,5, yəni D variantı. İfadəsinin qiymətini tapın. Çox rahat bir üsulla izah eləyəcəm. Baxın, mötərizəni açıram. 6-cı sual. Mənfi 4,6. Biraz böyüdürəm. Baxın, bu müsbət, bu mənfiyə dəyəndə mənfi olur. Çıxılsın 3,5. Bu müsbətə dəyir, müsbət olur. Toplansın 4,6. Baxın, burada mənfi 4,6, burada isə müsbət 4,6. Bunlar sıfıra doğru islah olunurlar. Yerdə nə qaldı? Mənfi 3,5. Yəni B variantı. 7-ci sual. Yenə eyni qayda ilə mənfi 7,3 ilə 7,3 islah olunacaq. Yerdə qalacaq mənfi 3,8, yəni D variantı. 8-ci sual. İfadəsinin qiymətini hesablayın. Təbii ki, birinci mötərizənin içini hesablayacağıq. 2-də 1 çıxılsın 8-də 1.
Ortaq məxrəcimiz 8-dir. 8-də birinci kəsiri 4-ə vururuq. 4 çıxılsın 8-də 1 eləyir 8-də 3. Sonra onu bölürük -2-yə. Mənfisin qabağa atıram, yəni yadımızda saxlayırıq da. 8-də 3 bölünsün 2 yazıram. Sonda aldığım cavabın qarşısına mənfi atacağam. Hər dəfə mötərizədə mənfi yazmayaq deyə. 8-də 3 biz də bilirik ki, kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalır, ikinci kəsir tərsinə çevrilib vurulur. 2-nin də tərsi 2-də 1-dir. İxtisar gedən olmadığına görə surətin məxrəcə vurulur. Alırıq ki, 16-da 3-dür. Amma dediyim kimi qarşısına bir dənə mənfi ilə 16-da 3. Deməli, bu hissənin birinci hissənin cavabını tapdıq. İndi isə keçirəm ikinci hissəni həll eləməyə. 16/4-də 1-i bölürəm 4-ə. Amma nəzərə alacağım ki, baxın, buradakı bu mənfiyə dəyərək müsbət olacaq. Yəni, onu nəzərə alacağıq axırda. Bərabərdir. 16/4-də 1-i birinci çevirirəm 4-də. 16-nı 4-ə vururuq. 60-ın üstünə 1 gəlirik 65. 4-ün də tərsi 4-də 1-dir. Vurulsun 4-də 1. Vuranda 16-da 65. Yəni, yekun olaraq aldıq ki, -16-da 3. Dediyim kimi, bu mənfiyə dəydi, oldu toplama. 16-da 65. 65-dən 3 çıxanda 62 bölünsün 16. Bunlar 2-yə ixtisar gedirlər. 31 bölünsün 8. Bu da eləyir 3/8-də 7, amma müsbət 3/8-də 7. Yəni, A variantı. 9-cu sual, yəni oxşar sualdır. Yəni, birinci mötərizənin içini həll eləyirik. 3-də 1 çıxılsın 9-da 1. Ortaq məxrəcimiz 9-dur. Birinci kəsiri 3-ə vururuq. 9-da 3 çıxılsın 9-da 1 bərabərdir 9-da 2. 9-da 2-ni bölürük 3-ə. Sonda qarşısına mənfi atacağım. Yəni, 9-da 2 vurulsun 3-də 1 bərabərdir 27-də 2. Amma mənfi 27-də 2. Sonra, indi isə bu ikinci hissəni hesablayıram. 16/3-də 2-ni bölürəm 9-a. 16/3-də 2-ni çevirəndə 48-in üstünə gələndə 50. Vurulsun 9-da 1. Eləyir 27-də 50. Yekun olaraq -27-də 2. Qeyd etdiyim kimi yenə bu mənfiyə dəyəcək müsbət olacaq. Yəni, olur toplansın 27-də 50. Burada 50-dən 2-ni çıxırıq 48 bölünsün 27. Bunlar 3-ə ixtisar gedirlər. 9-da 16, yəni 1/9-da 7. A variantı. 10-cu sual. Ədədlər cütünün neçəsi qarşılıqlı tərs? Dediyim kimi, qarşılıqlı tərs ədəd hasili 1-ə bərabər olan ədədlərdir. Baxın, hasili 1-ə bərabər olan elə birincidən götürəcəyik. Çünki 8-in 8 üstünə 7 gələndə 15. Bu eləyir 8-də 15. İslah gedir. Məxrəclə məxrəc, sürətlə surət. Mənfini mənfi vuranda müsbət edir. Deməli, biri birincidir. Sonra, -1/5-i müsbət 1/5-ə vuranda -2/25 eləyir. Bu deyil. 4-də 5 vurulsun 0/8. 0/8-in çevrilmiş forması. Baxın, nə deyirəmsə onu yazıram. 10-8 ixtisar gedirlər 5-də 4. Həqiqətən 4-də 5-i 5-də 4-ə vuranda 1 eləyir. Deməli, biri 3-dür. Sonra, -4-ü 0/25-ə vuranda, bəli, müsbət 1 eləyir. Biri 4-dür. 0/5-i -2-yə vuranda cavabım -1 eləyir. 1-dən fərqli olduğuna görə bunu götürmürük. Yəni, 1, 2, 3 dənəsi D variantı. 11-ci sual. 3 ədədinin əksi ilə tərsinin fərqini tapın. 11-ci sual. 3-ün əksi -3-dür. Tərsi 3-də 1-dir. Əksindən çıxırıq tərsini. Ortaq məxrəcimiz 3/3-də 1, 3/3-də 1 mənfi. Çünki 2 dənə mənfidir, toplayacağıq və qarşısını mənfini atırıq. Yəni, -3-də 10. B variantı. 12-ci sual. 2 ədədinin əksi -2, tərsi isə 2-də 1. 2/2-də 1, yəni 2-də 5, özü də mənfi ilə. B variantı. 13-cü sual. Deməli, ifadə verilib, ifadəsinin qiymətini tapın. Birinci qeyd edeyim ki,
Mənfi A-nın üstündə n. Burada əgər n cütdürsə, cavabımız müsbət alınacaq. N təkdirsə, cavabımız mənfi alınacaq. Bu nə deməkdir? Mənfi 2-nin üstündə 2. Bu 4 eləyir. Açıq yazıram. Mənfi 2 vurulsun 2 deməkdir. Mənfi 2 vur mənfi 2. Mənfini də mənfiyə vuranda müsbət eləyir. Müsbət 4. Amma mənfi 2-nin üstündə 3-ə baxaq. Bu mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2 deməkdir. Bunların cavabı müsbət 4 eləyir. Müsbət 4-də mənfi 2-yə vuranda mənfi 8 eləyir. İndi burada da yenə eyni şeydir. Mənfi 2-nin üstündə 3, mənfi 8 eləyir. 3-ün üstündə burada 2, bunun cavabı 9 eləyir. Aha, ifadəni yazıram, 13. Deməli, buradakı bu mənfi, bu qarşıdakı bu mənfiyə dəyib müsbət olacaq. Yəni 1,25 vurulsun 8, çıxılsın 9. 1,25-i 8-ə vuranda 10, ondan çıxıram 9-u eləyir 1. Yəni A variantı. Deməli, bu ifadənin cavabı 4, bu ifadənin cavabı 9. 4-ü 4,5-ə vuranda 18, amma mənfi 18. Çünki bu mənfidir, bu müsbətdir. Mənfi müsbətə dəyir, mənfi olur. Deməli, mənfi 18 toplansın 9, cavabımız eləyəcək mənfi 9, yəni A variantı. Sonra 15-ci sual. İfadəsinin qiymətini tapın. Aha. Birinci, baxın, bu ifadəni həll eləyəcəyik. Gəlin həll eləyək. Deməli, 5 tam 5-də 2, mənfisiz yazıram, sonda mənfi atacam onun qarşısına. Bölünsün 25-də 6, bərabərdir. Birinci kəsiri, baxın, bu kəsiri çeviririk. 5-də, 5, 5-in 25, 25-in üstündə 2 gələndə 27. İkinci kəsiri tərsinə çevirib vururuq. 6-da 25-ə. İxtisarlarımızı aparırıq. 5 ilə 25, 1, 5. Bunlar 3-ə gedirlər. 2, 9. 45 bölünsün 9. Üzr istəyirəm, 2. Dedim, baxın, bir dənə mənfi var idi. Qarşısına bir dənə mənfini yazıram. Sonra bunun rəngini dəyişib daha açıq göstərim. İndi sizə baxın. Bu mənfi, bu mənfiyə dəyib müsbət olacaq. Yəni, ifadəmizin yekun qiyməti belə olacaq ki, mənfi 45 bölünsün 2, toplansın 3,6-da 5. Bərabərdir. Gəlin bunu, baxın, bunu biraz sadələşdirək. Eləyəcək 22 tam, mənfi 22 tam, 2-də 1, toplansın 3,6-da 5. Ortaq məxrəcimiz 6-dır. Mənfi 22 tam, 6-da 3, bunu 3-ə vururuq. Toplansın 3,6-da 5 bərabərdir. Baxın, əslində böyük kəsirimiz budur, düzdür. Böyükdən bu kiçiyi çıxmalıyıq. Lakin 3-dən 5-i çıxmaq olmur, ona görə buradan bir onluq qoyacağıq. Olur, mənfi 21 tam, 6-da 9, toplansın 3,6-da 5. 21-dən 3 çıxanda 18, tam 6-da 4, amma mənfi ilə. Sonra bunları ixtisar aparırıq. 3-də 2 eləyir. Mənfi 18 tam 3-də 2. Daha çox sadələşdirsək, düzgün olmayan kəsirə çevirsək. 3, 8-in 24, 54, 54-ün üstünə 2 gələndə 56. Deməli, mənfi 3-də 56-nı vuracaq 10-da 6-ya. Vuraq. Bunlar ixtisar gedir 2, bunlar ixtisar gedir 5. 56-nı bölək 5-ə 11 tam 10-da 2, amma mənfisi ilə. 11 tam 10-da 2 D variantı. Sonra 16-cı sual. Oxşar sualdır yenə. Yenə birinci bu hissəni həll eləyəcəyik. Deməli, 2 tam 7-də 4-ü böləcəyik 14-də 3-ə, sonda mənfini atacam. 7-də 2, 7-nin 14, 14-ün üstünə 4, 18, vurulsun, tərsinə çevirirəm 3-də 14. İxtisar gedirlər 6, ixtisar gedirlər 2, 2, 6-nın 12, amma mənfi 12. İndi 12-dən mənfi 12-nin, baxın, bu mənfiyə dəyəcək, olacaq müsbət 5,7. Biri mənfi, biri müsbət olanda böyükdən kiçiyə çıxırıq. Yəni 12-dən çıxırıq 5,7-ni.
eləyir 6,3 və böyüyün işarəsinin qarşısına atırıq. Mənfi 6,3 bərabərdir mənfi 10/63. Bunu bu formada yazıram. Sonra vururam buna. Bu mənfi, baxın buradakı bu mənfi, buradakı bu mənfi deyib cavabımızı müsbət alacağıq. 10/63'ü vuracağıq. Bunu da çevirəndə 3-də 10 eləyir. 3-də 10. Onlar ixtisar gedir, yerdə qalır 21, yəni B variantı. Mənfi 5,2 və 10,4 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. 17-ci sual. Deməli, mənfi 5,2 ilə 10,4-ün arasında yerləşən ədədləri birinci istəyirsiniz açıq yazım sizin üçün. 18-i şifahi formada həll eləyəcəyik. Baxın, mənfi 5, mənfi 5, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Biz bilirik ki, mənfi A toplansın A, bunun cavabı 0'dır. Baxın, bu ifadənin cavabı 0'dır. Bu ifadəyə dayanaraq, burada cəmlərdə mənfi 5 ilə 5 gedir, mənfi 4 ilə 4 gedir, mənfi 3 ilə 3 gedir, mənfi 2 ilə 2 gedir, mənfi 1 ilə 1 gedir. Sadəcə olaraq bu 6'nı burada yazım. Baxın, bunlar qalır geriyə. Yəni, biz bunların cəmini tapırıq. 6, 7, 13, o da 8, 21, 30, 40. Yəni, cavabımız A variantı. İndi 18-i şifahi eləyəcəyik. Baxın, mənfi 4-dən müsbət 4-ə qədər olan ədədlərin cəmi 0-a getdi. Yerdə bir dənə 5 qalacaq. Yəni, A variantı. Mənfi 11-dən böyük və 2-dən kiçik neçə tam ədəd var? Maraqlı sualdır. Mənfi 11-dən böyük və 2-dən kiçik neçə tam ədəd var? 2-dən kiçiklər, mənfi 11-dən böyüklər, yəqin ki, bunlar özləri daxil deyirlər. Birinci açıq yazıb göstərirəm sizə və ona görə 20-ni şifahi özümüz tapacağıq. 2-dən kiçik ədədlərimiz 1, 0, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9, mənfi 10. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə ədədimiz var. Amma belə şifahi yolunun tapılması 2 çıxılsın mənfi 11, çıxılsın 1. 1-i niyə çıxırıq? Çünki uclardakı ədədlərin özü daxil deyil. Əgər özləri daxil olsaydı, onda üzərinə 1 gələcəkdik. Bu mənfiyə dəyəcək. Burada olacaq müsbət. 2-nin üstünə 11 gələndə 13 çıxılsın 1 eləyəcək 12, yəni B variantı. Baxın, indi 20-ni özümüz elə tapaq. 4 çıxılsın mənfi 8 çıxılsın 1. Burada 4 toplansın 8, 12. 12-dən də 1 çıxanda 11, yəni C variantı. 2 toplanandan birinə 10, digərinə mənfi 13 əlavə ediləsə, cəm necə dəyişər? Belə əslində ədəd qoyub da hesablamaq olar. Tutalım ki, məsələn, yazıram. 10 toplansın 2 bərabərdir 12. Bu ilk cəmimdir. Tutalım ki, bunun üstünə 10'u gələk, eləsin 20. Bunun üstünə mənfi 13'ü gələk. 2-nin üstünə mənfi 13'ü gələndə biri mənfi, biri müsbətsə böyükdən kiçiyi çıxırıq və böyüyün işarəsinin qarşısına yazırıq. Çıxılsın 11, eləyəcək 9. Baxın, əvvəlki cəmimiz 12 idi, sonraki cəm oldu 9. 12-dən 9-a 3 vahid azalma getdi B variantı. Və yaxud da ən sadə yolu 10 ilə mənfi 13'ün toplanması idi ki, cavabımız mənfi 3 eləyəcəkdir. Bu da 3 vahid azalmaya uyğundur. 2 toplananın hər birinə mənfi 5 əlavə edilərsə, cəm necə dəyişər? Yenə mənfi 5 toplansın mənfi 5 eləyəcək mənfi 10, yəni 10 vahid azalar E variantı. Və yaxud dediyim kimi bu üsulla da yoxlaya bilərsiniz. 23-cü sual. Aşağıdakı ədədlərdən hansı ədəd oxundan 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir? Deməli, aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahidindən kiçik məsafədə yerləşir? Deməli, 13 vahiddən kiçik məsafədə yerləşən, 18 vahiddən kiçik məsafədə yerləşən 13 çıxılsın 18.
bərabərdir -5-dir. -5 nədən kiçikdir? Burada -4-dən kiçikdir. Baxın, -6 ondan -5 -6-dan böyükdür. 31, 32 ondan böyükdür. Ən kiçik məsafədə yerləşən isə -4-dür. 24-cü sual yenə -8 ədədinin 10 vahidindən böyük məsafədə yerləşir. Bu dəfə böyük məsafədə yerləşəni tapırıq. 10-dan çıxarıq -8-i. 10-la -8-i toplayaraq, yəni o da 10 çıxılsın 8 deməkdir. 2. 2-dən böyük məsafədə yerləşən isə 3 ədədidir. 25-ci sual. Dağın ətəyində, yəni dəniz səviyyəsində havanın temperaturu 6 dərəcə Selsi. Tutalım ki, bir dağdır. Bu dağın ətəyində -6 dərəcə Selsidir temperatur. 6 dərəcə Selsidir. Yuxarı hissədə isə, baxın, bu hissədə isə -13 dərəcə Selsidir. Və hər 300 metr yüksəkliyə qalxdıqda havanın temperaturu 1 dərəcə Selsi aşağı düşdüyünü bilərək dağın hündürlüyünü tapın. Dağın hündürlüyünü tapmaq üçün hər 1 dərəcədə aşağı düşən temperaturu aradakı fərqə vurmalıyıq. 6 dərəcə ətəkdə olan temperaturdur. -13 dərəcə zirvədə olan temperaturdur. Onların arasındakı fərq 6 çıxılsın -13, yəni 6 toplansın 13, 19 dərəcə Selsidir. Əgər 1 dərəcədə hər 300 metrdə 1 dərəcə aşağı düşürsə, görək 19 dərəcədə nə qədər hündürlüyə qalxmalıdır. 300 vurulsun 19 bərabərdir 5700 metr. Yəni dağımızın hündürlüyü 5700 metrdir. Və sonuncu sual, 26-cı sual. Yenə dağın ətəyində havanın temperaturu 8 dərəcə Selsidir. Zirvəsində isə -14 dərəcə Selsidir. Görək aradakı fərqimiz nə qədərdir? 8 çıxılsın 14. Bu 8 toplamı 14 deməkdir. Bu da 22 dərəcə Selsi eləyir. Hər 200-də 1 dərəcə Selsi aşağı düşürsə, görək nə qədər də 22 dərəcə Selsi olacaq? 200-ü vuracağıq 22 dərəcə Selsiyə. Eləyəcək 4400 metr. 4400. Belə. Bir videonun daha sonuna gəlib çatdıq. Bura qədər izləmişsinizsə, hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, yorum yazmağı unutmayın. Hər birinizə təşəkkürümü bildirirəm. Gələn videolarda görüşənədək.